Verilmiş cədvələ əsasən hansı variantda verilən fikir doğru deyil? Cədvələ baxaq. Heyvan növü X, Y, Z ilə göstərilib. Ürəkdə qan növü verib, arteriyalarda qan növü verib, venalarda qan növü veribdir. Heyvan növü X-ə baxırıq biz. Deməli, birinci ürəkdə veribdir 3 qan növü vardı. Arteriyalarda qan növü 3-dür, venalarda 2 növ veribdir. Ürəkdə qan növü 3 olan heyvanımız ya belə deyək ki, suda qurda yaşayanlardır. Yəni bunlar suda qurda yaşayan amfibilərdir. Ya da ki, bunlarda ürəkdə 3 növ qan olan sürünənlər, timsahdan başqa sürünənlər verilir. Burada arteriyalarda qan növü də 3 olur. Çünki bunların başına arteriyal qan gedir arteriya damarı ilə, bədəninə qarışıq qan gedir arteriya damarı ilə. Bir də ağciyər arteriyasında venoz qan olurdu və ağciyər venasında arterial qan olurdu. Ona görə arteriyalarda qan növü deyiləndə burada 3 növ başa düşüləcək. Həm arterial, həm qarışıq, həm də venoz qan olur. Arteriya, ağciyər arteriyası kiçik qan dövranında adətən elə ağciyərə gedəndə venoz qan olur. Biz burada tapdıq ki, X bu heyvanlar ola bilər. Y-ə baxırıq, hansı heyvan ola bilər? Ürəkdə qan növü 1-dir və arteriyalarda qan növü verilibdir və venalarda qan növü verilibdir. Biz burada verilmiş cədvələ hansı variantda verilən fikrin doğru olmadığını Y-i tapmaq istəyirik. Ürəkdə qan növü 1, arteriyalarda 2, venalarda bir cür ola bilirsə, buna balıq deyə bilərik. Bəli, çünki ürəyində bir cür qan var idi. Arteriyalarda bilirsiniz ki, qarın aortasında venoz qanı idi, amma bel arteriyasında arterial qanı idi. Venalarda da bir cür qan olduğunu göstəriblər. Z-i tapmaq istəsək, görək bu hansıdır? Ürəkdə 2 cür qan, arteriyalarda qan növü 2-dir, venalarda da 2 növdür. Arteriyaların qan növü 2 cür olması yenə kiçik qan dövranı istisna olduğu üçün belə göstərilirdi. Yəni, ağciyər arteriyasında venoz qandır, digər arteriyalarda arterial qandır, ona görə 2 cür olacaqdır. Və buradakı da onlar quşlar, yəni bilirik ki, bir də ki, məməli heyvanlarda biz buna rast gələ bilirik. İndi deyir ki, hansı doğru deyil. Doğru olmayanı axtaraq tapaq görək nə verilibdir. Cavab əsasən tapırıq biz bunu. Y balıq ola bilməz. Yəni Y balıq ola bilməz deyir. Baxıq diqqətlə. Burada balıqdır elə Y tapdıq biz. Ona görə balıq ola bilməz deyirsə, bu elə düzgün cavabımızdır. Yəni doğru olmayan cavabımızdır. Bu doğru olmayan cavab olduğu üçün ona işarəsini belə göstərək. X göyərçin ola bilməz. Bəli, X göyərçin ola bilməz, ya sürünən ya suda qurda yaşandı. Çünki onların ürəyində 2 cür qan olurdu. Tamam, göyərçin ola bilməz cavabı düzgün cavabdır, amma variant olaraq biz onu axtarmırıq. Sonra X triton ola bilər. X-ə baxaq, triton ola bilər. Bəli, bu doğrudur. Çünki burada 3 cür qan olurdu. Suda qurda yaşayandı və arteriyalarda, eyni qaydada venalarda qan növü göstərilibdir. Z-ə baxaq, balina ola bilər Z. Əlbəttə ki, quş məməli olduğu üçün bəli, bu da ola bilər. Y balıq ola bilər yazılıbdır. Y balıq ola bilər. Bu düzdür. Balıq ola bilər. Balıqdır çünki bu. Balıq ola bilməz cavabımız səhv idi. Ona görə də biz Y balıq ola bilməz cavabını səhv olaraq və variant olaraq götürə bilərik.